Qardaşım, deyirdiniz, mənə Padmayak mənzil görsət. Özü də çox ucuz olsun, həyət ev olsun. Bax Kərbəlayı, sənə göstərirəm. Düz Heydər Parkının yanında kvadratı cəmi 361 manata düşən, qardaşım mənim. Belə bir şey yoxdur. Elə görsəz evi, deyəcəksiniz ki, həqiqətən də elə bu qiymətədir. 180 kvadratdır, 361 manata. Qardaşım, sənə göstərdim də hardayıq. Gəl bura. Gəl bura. Bir də meyvə ağaclarına falan bax, qardaşım. Ara kəsmələri görürsən. Bax qardaşım, bu ara kəsmə falan, meyvə ağacları hamısı bu evə aiddir. Gəl, gəl Kərbəla. Ya çıxası deyil, gəl. Orada itimiz də var, qardaş. Orada bir dənə it var. Qırğın. Qardaş, evin ümumi sahəsi 180 kvadratdır. Andola Allaha, yəni ev qırğın. Gəl bura. Bax, bu birinci mərtəbəsidir. Birinci mərtəbə. Gör nə boydadır. 90 kvadrat. Aşağıda hamam saunzerləri, ayrı-ayrılıqda hamam saunzeri. Özünün geniş aşağı birinci mərtəbəsi. Bax, indi gəl bura Kərbəla. Gör sənə nə göstərirəm. İndi sənə qiyməti son da deyəcəm. Qiyməti. Kərbəla, gəl. Evimizin aşağı 90 kvadrat aşağı, 90 kvadrat yuxarıdır. Gəl mən sənə hamam saunzeri göstərirəm Kərbəla. Gəl buranı çək. Belə deyə də Padmayakdır. Birinci mərtəbə tam olaraq Padmayakdır. Bax, amma qapıların falan hamısı, yəni yerli yerində plastiklər. Təsəvvür eləyin ki, 13.000 manat elə plastiklərinə pul verilib. İndi gəl mən sənə gör qardaşın nə göstərir Kərbəla. Görsən də bu pelekanı. Bax, gəl indi sənə bütün instrumentlər falan hamısı yuxarıdadır. Alıb yerinə qoyub qardaş. Gəlirsən buranı götürürsən, yaşayırsan da. Üstünə bir balaca pul qoydun. 3 qatına buranı sata bilərsən. 180 kvadrat da, 90 kvadrat da yuxarıdır. Ümumilikdə 180 kvadrat. Bura balkon sahəsi, qapısının bağlıdır deyə indi oranı tam açmıram. Yuxarıda da belə bir zal və gəl bura. Belə bir dənə də otaq var burada. İstəyən bunu ortadan ayrı-ayrı otaqlar olar. Qardaşım, sən indi təsəvvür elə 180 kvadratı qardaşın sənə bir də qiymət təklif edir. Cəmi 361 manata kvadratı düşür. Belə bir qiymət, ürəviz istəyən yerə gedin. Gördünüz hardadır? Heydər Parkının düz yanında, Heydər Parkının düz yaxınlığında. Qardaşım, gəlirsən, bəzi makrellər kimi, qardaş, düz getdin, sağa döndün, sola getdin, çıxdın Sultəpənin axırına, o deyil. Qardaş, Xırdalanın mərkəzində, Heydər Parkının yanında 180 kvadratı cəmi 361 manatdan kvadratıdır. 361 manatdan kvadratıdır. Bax, nə qədər eləyirsən Kərbəla? Özün dinən, cəmi 65.000 manata. Gəlirsən, götürürsən, Allah bir sənə nə var Kərbəla? Mən deyirəm, 64.000 manata gəl götür bunu apar. Allah alana da, satana da xeyirli eləsin. 1000 də keçdim də, nə istəsən?